Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Muhammedin ve alihi mehsusin bi taharetil ve tenzih. Amma ba'd. Ve kul Rabbi zidni ilmen. Ve de ey Rabbim benim ilmimi artır. Ders-i Thani. İkinci ders. Rassun baş, vechun üz, enfun burun, famun ağız, lisanun dil. Haza rassun bu baştır. Haza vechun bu üzdür. Haza enfun bu burundur. Haza famun bu ağızdır. Haza lisanun bu dildir. Haza kitabu Ahmedin bu Ahmed'in kitabıdır. Ərəb dilində isimlərin hallarına görə sonları dəyişir. Kitab sözü, diqqətlə baxsaq, yazıya baxsaq, kitab sözü mübtəda olduğu üçün adlıq halındadır və kitabu kimi şəklində səslənir. Əhməd sözü isə kitab sözünün sahibliyini bildirdiyi üçün yelik halındadır və Əhmədi şəklindədir. Fikir verin. Ərəb dilində yelik halda olan isimlərin sonu i səsi ilə bitir. Bu Azərbaycan dilindəki yelik halda hal şəkilçisi olan ın, in, un şəkilçisinə uyğun gəlir. Həzə kitabi. Kitab sözünün axırına yi artıranda kəsrə ilə bu məni bildirir. Yalnız mənim. Yəni mənası belədir. Bu mənim kitabımdır. Həzə qələmi. Bu mənim qələmimdir. Həzə vərəqi. Bu mənim vərəqimdir. Həzə məktəbi. Bu mənim yazı partamdır. Həzə mindili. Bu mənim dəsmalımdır. Həzə vəchi. Bu mənim üzümdür. Həzə rassi. Bu mənim başımdır. Həzə ənfi. Bu mənim burnumdur. Həzə fəmi. Bu mənim ağzımdır. Həzə lisani. Bu mənim dilimdir. Şəkillərə də baxaq. Gördünüz. İndi isə bu cədvələ baxıb, kitabun, qələmun, vərəqun, məktəbun, mindilun. Yəni kitab, qələm, vərəq, yazı partası və dəsmal. Bunların hamısının axırına yə, yəni yeni əlavə eləsək, ini olacaq belə. Mindilun olur mindili. Dəsmal, mindili mənim dəsmalım. Məktəbun, məktəb, məktəbi mənim məktəb. Vərəqun, vərəq, vərəqi mənim vərəqim. Qələmun, qələm, qələmi mənim qələmim. Kitabun, kitab, kitabi mənim kitabım. Həmin bu aşağıda yazılıb.
Vəçhun üz, vəçhi mənim üzüm. Ənfun burun, ənfi mənim burnum. Rassum baş, rassi mənim başım. Fəmun ağız, fəmi mənim ağzım. Lisanun dil, lisani mənim dilimdir. Allahu Rabbi, Allah mənim Rabbimdir. Əl-İslamu dini, İslam mənim dinimdir. Əl-Qur'anu kitabi, Qur'an mənim kitabımdır. Muhammedun Nəbiyyi, Muhammed sallallahu aleyhi ve sellem mənim nəbimdir, yəni peyğəmbərimdir. Əl-Kəbatu qibləti, Kəbə mənim qibləmdir. İsmi Abdullah, mənim adım Abdullah. Lüğət, indi isə gəlin lüğəti oxuyaq. Rassun baş, vəçhun üz, sifət, fəmun ağız, ənfun burun, lisanun dil, Rabbun Rəbb, Nəbiyyun nəbi peyğəmbər, dinun din, əl-Kəbətun Kəbə, ismun ad, qibletun qiblə. Təmrinü dərsi fəni, ikinci dərsin tapşırığı. Burada verilən boşluqları, nöqtələrin yerinə, məsəl üçün, bu başdır, bu ağızdır, bu burundur. Bunların yerinə ərəbcə yazılışını orada düzgün şəkildə yazın. Bu sizin tapşırığınızdır. Burada verilən bütün tapşırıqları həll edin və lüğəti yenə də qeyd edirəm, gözəl şəkildə əzbərləyin və hifz edin ki, gələcək dərslərdə heç bir çətinliyiniz olmasın.